Salam əziz tamaşaçılar. Haqq qəzeti bugün əfsanəvi Azərbaycan xalqının qəhrəman oğlu general-mayor Polad Həşimovun mənzilinə gəlib. Onun yaşadığı, boya başa çatdığı müqəddəs evə qədəm qoyub. Biz bugün Səmaya ananı ziyarətə gəlmişik. Mən bütün əziz müsahiblərimə bu sualı verirəm. Ana, necəsiz? Çox sağ olun. İlk öncə sizin hamınıza xoş gəldiniz deyərəm. Çox sağ olun, əziyyət çəkmisiniz, bu yolu gəlmisiniz. Ziyarətə gəlmisiniz. Bəli. Xoş gəlmisiniz. Qəhrəmanımızın yaşadığı evi, qəhrəmanımızın anasını, analar anasını ziyarətə gəlmişik. Sağ olun. Ana, analar anasısınız. Ona görə ki, bugün bütün Azərbaycan anaları, analar anası Səmaya ananın adı çağırılanda bir təsəlli tapır. Özünə bir qayğıkeş insan tapır, ümid yeri tapır. Ümumiyyətlə, analar anası olmaq, belə bir ehtimadı, sevgini, məhəbbəti və məsuliyyəti qazanmaq nə deməkdir? Bu çox ağır yükdür, ana. Bu yükü necə daşıyırsınız? Çox sağ olun bu sualı bizə verdiyinizə görə. Düz vurguladınız. Bu yük çox ağır bir yükdür. Amma biz belə deyək də, belə fikirləşirəm. Əgər mən Polad Həşimovun anasıyamsa, Polad Həşimov 28 il orduda ən ağır bir yükü daşıyırsa, mən də bu xalqın yükünü daşımalıyam. Mən də bu xalqı, necə deyərlər, bir öz gücümü, öz qüvvəmi göstərməliyəm, bildirməliyəm xalqıma. Xalqıma qurban olum. Xalqım çox gözəl xalqdır. Qəhrəman xalqdır. Azərbaycan xalqı, mən belə deyərəm ki, çox qəhrəman bir xalqdır. Bu yükü daşımaq da nə qədər ağır olsa da çox ağırdır, həddindən artıq ağırdır. Amma gücüm çatacaq qədər daşıyacağım. Mən bütün qəhrəmanlara, bütün elə bilginə bizim cavan qaziləri mən görəndə mən özümü toparlaya bilmirəm. Ona görə toparlaya bilmirəm ki, onlar cavandır. Allah bizim balalarımızı qorusun, ölkəmizi qorusun, xalqımızı qorusun, dövlətimizi qorusun, ordumuzu qorusun. Amin. Ana, deyirəm bəlkə Poladın uşaqlığından biraz danışaq. Polad Həşimov Qəbələdə dünyaya gəlib. Ata evi var Qəbələdə. Həmin o evdə dünyaya gəlib Polad Həşimov. Biz Polad 5 aylıq uşaq olanda Poladı götürüb oradan çıxmış. Özündən böyük 2 bacısı olub. O vaxta kimi Polad Həşimovun atası Bakıda oxuyurdu. Sumqayıt alüminyum zavodunda işləyirdi. O yolda İrizdə oxuyan adam oradan bura işə gəl get, mən ona görə kənddə qalırdım. 2 bacısı olub, bir də Polad olub 5 aylıq olanda o oxuyub qutardı. Biz yığışdıq, gəldik Sumqayıta kiraya. Gəldik Sumqayıtda kirada qaldıq. 2 yaşı olanda Poladın, bax orada şəkili də var. Bu evə köçdüyümüz şəkili var orada balaca. 2 yaşı olanda biz bu evə köçmüşük. 2 yaşında? Bəli, 77-ci ildən biz köçmüşük bu evə. Zavoddan alınma evdə. Köçmüşük bu evə, Polad bu evdə böyüyüb. Buradan bağçaya gedib, böyüdü onun. 2 yaşı oldu bu evə köçdük. Mən onu bağçaya verdim, işə düzəldim. İşlədik, bu evdən bağçaya getdi, bu evdən məktəbə getdi. 28 nömrəli məktəbi qutarıb Sumqayıtda. 28 nömrəli məktəbdə ibtidai sinif orada oxuyub 5 il. 5 ildən sonra gəlib 34 nömrəli məktəbdə orta məktəbi qutarıb və
orduya gedib. Məktəbə gedib. Heydər Əliyev adına ali məktəbə qəbul olub Bakıya. O əslində başqa ixtisas seçmişdi. Həm də özüm də xoşladığım ixtisası idi. O 88-ci ildə Sumqayıt hadisələri başlayanda, qaçqınlar gələndə fikrim dəyişdi. Dedi, ana mən bizim qaçqınlarımız gəlir. Ermənilər bizim qaçqınlar, millətimizi qovub çıxardırlar öz dədə-baba evlərindən. Onları dedi, mən qaytaracam öz yerlərinə. Mən orduya gedəcəm. Mən ona onda dedim ki, mənim balam, niyə fikri dəyişirsən ki? Axı, sən başqa yerə hazırlaşırdın, hüquqa hazırlaşırdı. O, mənim də çox xoşum gəlirdi. Dedi, yox, mən Azərbaycan xalqının bu gələn qaçqınları özüm qaytaracam yerlərinə. Torpaqları azad eləyəcəm. Və özünü yolda cəngavər kimi görürmüş. Bəli, həqiqətən də elə. Sumqayıt hadisələrində o 6-cı sinifdə oxuyurdu. Məktəbliymiş. Bəli, məktəbli. Mən ikinci sinə işə gedəndə ona deyirdim ki, evdən çıxmayın. Rus ordusu var idi, Sumqayıt. Çıxmayın evdən çölə, mən gedirəm ikinci sinə işə. İndi Atoz gələcək evə. Oturun evdə, dərslərinizi hazırlayın, gələcək Atoz. O məndən xəlbət gedir, deyirdi, yox ana, gedib baxacam görək, onlar bizim millətə burada Rus ordusunu neynirlər? Deyirdim, yox, getmə, mən balam, sən tutarlar, sən incilərlər, döyələ, yox, deyirdi. Mən baxacam görək, bizim cəmaata nə zülümlər eləyirlər onlar. Uşaqlıqdan o qeyrət. Bəli, uşaqlıqdan o qeyrətdə idi və o, belə deyəm ki, şəhidliklə öz misyasını yerinə yetirdi. Öz arzusunu yerinə yetirdi. Həqiqətən də o bir qəhrəman kimi yetişdi, qəhrəman kimi oxudu, qəhrəmanlığını da yerinə yetirdi. Amma oxumayında çox əzablar, çox əziyyətlər, belə ki, hərbi məktəbə qəbul olan sonra kurslara gedirdi, Türkiyəyə. Gedirdi orada 2 ay, 3 ay kurs keçirdi, gəlirdi. Lap axırıncısını onu deyə bilərəm ki, hələ biz onu ailə qurmaq istəyəndə onun üçün restoran zat hər şey danışılıb. Bir gün zəng elədi mənə ki, ana, restoran zat biz ona dedik ki, bəs sənin üçün danışmışıq bir aydan sonra bu tarixə toydu, sən icazə alırsan, gəlirsin, götürdü. Aradan biraz keçmişdi, zəng elədi ki, ana, mən gələ bilməyəcəm. Mən gedirəm kursa 3 aylıq. Türkiyəyə kursa gedirəm. Aha, bala, biz restoran danışmışıq, restoran toy eləmək istəyirsinizsə, gedin eləyin, gətirin, gəlin özüm. Mən gedəcəm kursa, dedim. Oxumayımı davam elətdirirəm. Çıxdı, getdi Türkiyəyə 3 aylıq kursa. Biz getdik, toyu dəyişdirdik. Tarixini dəyişdirdik. 3 ay kursun oxudu, dərsini qutardı, gəldi. Ondan sonra toy elədik. Bəli, 3 aydan sonra biz onun toyunu elədik. Biz toy salmışdık yay ayına, gəldi 10 ay düşdü sentyabr ayına. 3 ay o kursda oldu. Gəldi. Yəni, dediyim odur ki, o öz işini çox sevirdi. Öz ixtisasını çox sevirdi. Deyim ki, sizə, bəlkə də canından keçirdi da öz işinin o dərəcədə sevirdi. Bir söz demək olmurdu. Əgər o bir yerə öz fikrini cəmləşdiribsə, istəyirsən orada nə edirsən elə. Onun üçün başqa şey maraqlı deyildi. Ancaq öz fikrini toparlayıb, öz istədiyinə hədəfə çatmayı idi. Ana, bayaq siz mənə verilişi hazırlıq ərəfəsində bir söz dediniz. Dediniz, 28 il Polad orduda işləyib. Bəli. 28 ildə mən onunla bərabər o torpaqları qarşı-qarşı gəzmişəm. Bəli. Necə olurdu? Yəni siz gedə bilirsiniz. O yerlər ki, oralara ayaq dəymək mümkün deyildi. Bəli. Deyim sizə ki, o Murovda çox olub da. Ən çox işlədiyi yer bu 28 ildə. Deyim sənə, il yarım Tovuzda işləyib. 7 ay Qusarda işləyib. 2 il Nasosunda işləyib. 28 ildən. Demək, belə toparlayanda hardasa 4 il belə olur da. Qalan onun 24 ilin Polad, Daşkəsən, Murov, Kəlbəcər. Bu 3 yerdə. Səngərdə olub. Ancaq Səngərdə olub.
Ancaq səngərdə olub, ən çox da daş şeylə 12 il 12 il dəyənmədən, düşmədən birbaşa Murovda olub. Murov, Kəlbəcər, Daşkəsən. Yəni mən getmişəm, Murova getdim mən. Noyabrın 7-si idi, valla neçənci il idi bilmirəm, Polad təzə getmişdi. Hardasa bir il olardı. Çox getmişəm yanına, getdim. Noyabrın 7-si soyuq, oralar da bilirsiniz ki, o vaxtlar soyuq olur Murov ətraflardan. Getdim ki, onu görməyə görə bilmədim. Deməli, səhərdən axşama kimi, saat 9-a kimi Murov dağın aşağısında durdum, baxdım o dağın başına. Mənə oradan dedilər ki, heç vaxtı qardı ora dedilər. Onu düşürmək olmaz. Onda da yollar zat belə indiki kimi də öyleydi də. Dedi onu oradan düşürmək. Mən dedim axı mən onu görməyə gəlmişəm. Onda maşınımız da yox idi. Maşın tutmuşuq. Oradan bir komandir mənə dedi ki, ana oradan düşməyə ən aşağısı 4 saat vaxt lazımdır. Yolu düşsün gərək yox piyada oradan maşın qalxmır. Ondan sonra da o düşüb 1-2 saatda səninlə görüş alandan sonra qayıdıb ora qalxmalıdır. 4 saatda qalxmaya vaxt lazımdır. Bu gəlib düşəcək qaranlıq, uçqun ola bilər, qara düşə bilər. Sən ona razısanmı? Oradan o uçda yuvarlanıb qayanın dibinə gəlsin. Dedim, yox, özümə razıyam, ona yox dedim. Mən özümə razıyam, uçquna düşüm, ona yox. Gecə saat 10-a kimi biz Murovun ətəyində durduq. Poladı görə bilmədik. Hər şeyi də aparıb getmişəm. Onu bütün oradan hamama düşən uşaqlar, ona da hamamları var idi. Hamısını apardım, payladım orada uşaqlara. Dedim, qalır sizin insafınıza, onu da nə verərsiniz. Qalan da yiyin, halal xoşunuz olsun. Çıxdım, gəldim. Səhər saat 7-yə işləmiş, mən evə çatdım. Saat 9-da skorundan apardılar xəstəxanaya. Mən Poladdan ötəri o vəziyyətlər çəkdim. Çox. Elə bir söhbət olubmu ki, ana-bala arasında bu günə qədər ürəyinizdə gizlətmişsiniz, danışmamışsınız. Ana-bala elə bir söhbətləriniz olurdu. Bəli, çox. Poladdan hərbi sirr almaq olmazdı. Nə qədər ondan qətiyyən hərbi sirr almaq olmazdı. Ümumiyyətlə sirr almaq olmurdu ondan. Çox öz dediyinə sadiq olan uşaq idi. Qətiyyən. Çox onu 2 dəfə, 3 dəfə üst-üstə ondan soruşanda deyirdi, ayana, mən çox məcbur eləmə. Mən sənə açıq deyirəm, hərbi sirri vermək olmaz. Bu sözü deyirdi mənə. Mən susturdum, keçirdim, gedirdim. Yenə bir balaca görürdüm, əhvalı düzələndə yenə gəlib soruşurdu. Axırı məcbur olanda 2 kəlmə yüngülvari deyirdi. Çox demirdi. Poladın elə xasiyyətlərindən xoşum gəlirdi. Ana, onun ən çox hansı xasiyyətindən xoşunuz gəlirdi? O xasiyyətindən xoşum gəlirdi ki, Daşkəsəndə idi bir dəfə, kiraya qalırdı. Mən də oradaydım. Qar var idi yerdə. Uşaqlar var idi. Oralarda əskərlər var idi, 2-3 nəfər. Bir də onların üstündə böyüklər var idi. Mən bu əskərlərə, belə deyək, ürəyim ağrıdı. Qarın içində əskərdilər də, hərə bir ana balasıdır, körp uşaqlardır. Mən onlara çay töydüm, 3 nəfər əskəri idilər. Ben koydum çay portunisə, yanına da belə şirniyar şeyler koydum, düşürdüm ki bu əsgərlərə verəcəm. Mən bunu verəndə uşaqlar, qarın içində olan uşaqlardır da, isti çay qoy içsinlər. Gördüm uşaqların üzü gülümsündü. Amma onda gördüm ki, onların böyükləri bunların üstündə kimdisə nəzarətçi. O gəlir, o gələndə bu uşaqlar özlərini yığışdırdılar. Özlərini bunlar yığışdıranda, amma mən də botunisi qoymuşam, taxtalar onun üstünə, uşaqlarla mən də burada söhbət edirəm. Bunlarla da səmimi söhbət edirəm. Getdim, bir dənə də əlavə çay gətirdim o gələn üçün. Gətirdim, dedim ki, soğuk havadır, qardır, Daşkəsəndəki qarı şaxtası. Götürdüm şeylər, dedim çay üçün siz üçün də çay gətirmişəm. Əskər qayda qanunu bilirəm axı, olmaz əskərə bu. Dedim, onların üstündə duran böyüyə ki, mən balam dedim, siz də çay için. Ama eğerse
bu çayı içəndən sonra bu uşaqlara nəysə ürək ağrıdan bir kəlmə söz deyərsinizsə mənə deyin, onlara deməyin. Ürəyim ağrıyır dedim mənim uşaq sabitlər üçün. Dedi yox heç vaxt. Nəysə çaylarını içdilər, getdilər. Bunu axşam Polad evə gələndə ona danışdım. Dedim Polad bilmirəm düz eləmişəm, səhv eləmişəm, belə bir hərəkət eləmişəm. O mənim kürəyimin arasından belə əlim vurdu, dedi sən Poladın anasısın. Əcəb eləmişsən dedi, heç kəs heç nə deyə bilməz. Sən Poladın anasısın, nə eləmişsən ki dedi, çay vermişsən, yaxşı eləmişsən, yemək də verərdin ona. Yəni Polad əskərlər üçün deyir, canını da verərdi. Əskərlər deməli bir dəfə də oradaydım, elə Daşkəsəndə bir uşaq düz evi elə idi ki, əskərlərin gedib gəldiyi yolun yaxını. Mən o uşaqda belə sakit, mən onu maraqla saxladım. Mən yəni marağım o idi ki, bunlardan soruşmaqdan. Görək Polad Çasda özünü necə aparır? Cəmaatın uşağını incidirmi, yoxsa incitmirmi? Deməli siz bir ana kimin istəyirdiniz biləsiniz ki, oğlunuz hərbiçi kimin, əskərlərinə qarşı necədir? Bəli, mən uşaqdan soruşdum. Sanki bir imtahan edirmişsiniz oğlunuzu. Dedim oğlum, burada mı soruşmadasan? Dedi, hə, dedim kimdir komandir öz? İndi o nə bilir ki, mən Poladın anasıyam. Mən elə bir yolun bu üzündə Poladın evidir, bu üzündə də çörək pişirirlər. Orada kənd cəmaatı təndirə çörək pişirirlər. Mən keçdim ki, çörək aldım, gəldim, saldatlarla üzləşdim. Bunlar nə verir ki, mən Poladın anasıyam? Mən soruşanda hansı çaslasınız mənim balam? Kimdir sizin komandiriniz? Bunlar Polad Həşimovun adını verdilər. General Polad Həşimov polkovnik. Onda Polad polkovnik deyil. Hətta bilmirlər axı mən Poladın anasıyam. Mən də demirəm axı bunlara ki, mən Poladın anasıyam. Dedim, necədir, əskərlikdə sizi incitmirlər ki. Dedi, yox ana, elə yaxşı bizim komandirimiz var ki, heç bizi incitmirlər. Dedim, nədən bilirsən ki, yaxşı komandirdir? Qayıtdı mənə dedi ki, mən evin dedi, tək uşağıyam. Anam dedi, mən balaca olanda atamdan ayrılıblar. Anam məni tək saxlayıb. Orada da jurnalın arxasında mən bilirəm axı necə məktəb kimi yazılır da, kimin valideyni kimdir. Elə bir dənə uşağım evdə, öz ailəsini danışdı bu mənə. Danışanda dedi ki, dedim, bəs komandir öz bunları bilirmi? Dedi ki, məni deyir, çağırdı yanına bir gün. Deməli, bu oxuyub jurnalın arxasından ki, bu uşaqlar tək uşaqdır da. Deyir, məni çağırdı yanına. Mən özüm ürəyimdə fikirləşdim ki, görürsən, mən neyləmişəm ki, məni çağırdı yanına, təzə əskərəm da, deyir. Deyir, məndən soruşdu, evdə neçə uşaqsız? Deyir, dedim, bir dənə. Deyir, dedi, aton, anon, nəyim var da? Deyir, dedim ki, amma deyir, mənə dedi ki, mənə yalan danışma, ha, bax, düz idi. Deyir, mən onunla danışdım, dedim ki, mən körpə olanda atamla anam ayrılıb. Məni anam tək saxlayıb. İndi əskər yaşım satıb, gəlmişəm əskəriyə. Deyir, mənə deyir, neçə aydır gəlmişsən? Deyir, hələ 6 ayım tamam döyləydi. Deyir, dedim, 6 ayım tamam döylə. Deyir, mənə dedi ki, bəs anon səni necə saxlayır? Deyir, harada işləyir anon? Deyir, dedim ki, yeməkxanada qab yuyur. İşləyir, baxdı, deyir mənə. Deyir, dedi ki, evə getmək istəyərsən. Mən heç nə demədim, deyir. O mənim hərəkətimdən başa düşdü ki, yəqin kim istəməz ki, getməsin. Hələ 6 ayım tamamdır. Dedim, deyir, komandir, axı, mən elə təzə əskərəm. Deyir, başım belə elədi. Sobası günü, deyir, mən gördüm, çağırdılar. Ki, komandir, sən çağırır. Getdim, deyir, götürdü mənə bir kağız belə uzatdı, valideyniyə kağızı. Deyir, dedi ki, sənə 10 gün obska verirəm. Sonra, deyir, əlini saldı öz cibinə. Deyir, buradan hara kimi getmə. Bakıyan bilmirəm. Bilgədən dedi, hardan dedi, Bakıyan kəndlərindənəm dedi. Vaxt o dəqiq yadımda deyil. Deyir, məndən soruşdu, haradasan? Deyir, dedim ki, Bakıdənəm. Bakıyan hansısa kəndlərin adını dedi. Da dəqiq onu bilmirəm. Deyir, o mənə hesabladı. Buradan Gəncəyə getsən. Daşkəsəndən Gəncəyə düşdüsən. Gəncədən Bakıya getsən aeroporta. Aeroportdan evizə getsən. Xala deyir, o komandir elə yaxşı komandirdir ki, mənim deyir, yol kirəmi buradan ora getməyimi, bir də oradan geri qayıtməyimi hesabladı deyir, hesablayıb, mən cibimə çıxartıb, əlin qoydu deyir cibimə. Mən çıxan sonra baxdım ki, pul qoydu mənim cibimə. Elə hesaplamışdı ki, deyir, 1 manat mənə artıq pul qaldı.
Buradan getməyim, qayıdıb gəlməyim. Amma 1 manat da deyir, mənə artıq pul qaldı. Bir dənə əlim mənim cibimə qoyanda dedi ki, sənə 10 günlük otpuska verirəm. Get anonu gör gəl, amma anonu incitmərsən. Yəni anondan örgənib də harda işləyir. Anondan yol kirəsi istəmərsən. Getməyin, gəlməyin yol kirəsi. Getdim deyir, mən 10 gün anamın yanında qaldım. Qayıtdım, gəldim deyir. Gələndən deyir, bir nə bilim, keçmişdi deyir, biraz o məni bir də göndərdi Obskaya. Yenə həmən qaydana göndərdi. Mən ona dedim, komandir, axı mən təzə gedib gəlmişəm əskəriyə. Deyir, dedi ki, onda səni qeyri-qanunu buraxmışdım ki, gedib anonu görürsən, indi səni Obskaya buraxırım. Bax, mən olmuşam Poladın olduğu yerdə bura kimi maraqlanmışam. 28 ildə demək olar ki, Poladın belə danışmaqla xatirələri qutarmaz. Polad hərbiçi idi. O bilirdi, bilmirəm, bilmirəm, bilmirdi. Belə bir qərara gəlib ki, yol çəkmək üçün Daşkəsəndən Kəlbəcərə, Kəlbəcərdən Murova yol çəkdirmişdi. Onu mən sonradan eşitdim. Uşaqlar da getdilər, baxdılar da o yola. Hamısını bahlərdən götürüb, bahlərlə. General məvacib. Bəli, general öz pulunla, öz maaşıyla general olmamışdan qabaq başlamışdı yol çəkməyə. Bu yolları çəkdirib o. Sanki bilirmiş ki, müharibə olacaq. Hardan idi Polad Həşimovda bu qədər məhəbbət, bu qədər sevgi, insan əskərinə bu qədər ata kimin, ana kimin can yandırmağı inanın bir əfsanədir. 50 ildir hal-hazırda mən Sumqayıtdayam. Poladın atası ali təhsilli adam olub. Sex naçənliyi işləyir zavodda. Texnika bezapasının naçənliyi işləyir zavodda. 32 il alüminyum zavodda işləyib. Biz də özümüzə görə pul qazanmışıq. Sumqayıtda ən belə deyək, gəlir gətirən zavodlardan biri olub. Hər ikimiz orada işləmişik. Bəs bizə sual verərsiniz ki, bu evi pulla almamısınız. Bu evi zavod verib sizə. Bəli, bu evi zavod verib bizə. Bəs sizin qazancınızsanı, bizim qazancımız xalqdır. Rayonlardan gələn, xəstəxanaya gələnlər, əskərə gedənlər, əskərdən gələnlər, oxumaya gələnlər, oxuyanlar burada qalıb bu evdə məskunlaşıblar. Bir ocaq olub onların. Bəli, bəli. Onların hamısının yeməyi, geyməyi, yol kirəsi. Biz deməmişik ki, ailə olaraq biz axı işləyirik, xalqı saxlayırıq. Polad da gözünü açıb bunu görmüşdü. Polad evdə belə bir tərbiyənin şahidi olub. Bəli, Polad evdən bunu görmüşdü ki, mənim atam bunu eləyir. Mən, məsələn, bu evdə 4 uşaq, 2 özümüz, 6 nəfər ailə, özümüz, 3 otaq ev, ən aşağısı bir 6 nəfərdə qıraqdan gələn. Bunların xərci var, yeməyi var. Kətdən gələn qohum qəbirlərini qəbul edirdiniz. Bəli. Ehtiyacı olanlara əl tuturdunuz. Bəli, ehtiyacı olanlara əl tutmuşuq. Hamısına deməmişik, bu bizim kənddən gəlib, başqa kənddən gəlib, bu qohumdur, bu yaddır, bunu deməmişik. Oradan gəlibsə hamısına əl tutmuşuq. Deməli, bu ailədən gəlir. Polad da gözünü açıb bunu görüb. Polad da əskəri üçün elə olur. Polad da getdi, əskərinə elədi. Gözünü açdı, gördü ki, ailədə belə olub, atam belə elədi, anam da belə elədi. Polad da gözünü açdı, bunu gördü, belə elədi. Buradan, ailədən gəlir. Bunların hamısı ailədən qaynaqlanır. Ana, elə olurdu ki, Poladı öz işindən, tutduğu mövqedən çəkindirmək istəyəsiniz və yaxud da ki, narahatlıq ki, bunun işi ağırdır, bu ağır işdən əl çəksin. Yəni, elə söhbətləriniz olurdu mu ana bala? Yox, ona əziyyət çəkib baxırdı. Mən onun işin yarımçıq qoymayın istəməzdim. Onun belə deyim ki, tutduğu mövqedən əl çəkməyində bircə dəfə ona bir sual verdim. Aprel döyüşlərindən sonra ona 3 otaqlı ev vermişdilər. Apreldə göstərdiyi, döyüşlərdə göstərdiyi şücaətinə görə ona prezident tərəfindən 3 otaqlı ev təqdim olunmuşdu. O evi özü qəbul edilməmişdi, hansı ki, kiraya qalır. O evi götürüb bir şəhid ailəsinə vermişdi. Aprel döyüşlərində yanında olan şəhidin bir ailəsinə vermişdi. Onu mən eşitdim,
Ama dedim her eşitliğimi dəqiq yerine çatmamış, onu olmaz danışmak. Gerek bunu yalancı çıxmayasan da, gerek biləsən sonra danışırsan. Bir dəfə gələndə, üstə vaxtlar gələndə yox, sonradan biraz döyüşdən çıxmış adamdı da, əsəbi, stresli. Biraz aradan keçəndən sonra mən o sual verdim ona. Dedim, Polad, belə eşitmişəm. Bilmirəm, mən onu sən öz dilindən eşitmək istəyirəm. Yalan eşitmişəm, ya gerçək eşitmişəm. Dəqiq bilmək istəyirəm. Belə qalxdı, bax, burada oturmuşdu divanda, orada. Deyəndə qayıt dedi ki, hə ana, vermişdilər, mənə 3 otaq ev vermişdilər. Mən onu verdim bir şəhid ailəsinə. Dedim, axı özün kirada qalırsan. Deyəndə qayıtdı mənə, dedi ki, ana, nə olur, mən kirada qalırım. O oğlan bizim yanımızda şəhid oldu. Onun 3 dənə evladı qaldı. Çətinlik çəkməsinlər. Mən evi verdim onlara, olsun onlar. Onsuz deyil, mənə öz əmək haqqım da öyleydi. Döyüşdə mənə baxışlamışdılar o evi. Döyüşdə göstərdiyim üçün, qoy şəhidin ailəsi qalsın onun içində. Mən dedim, sən özün kirada qalırsan. Dedi, özüm işləyirəm, maaşımı gətirirəm, uşaqlarım dolanır, o çirdim çatar ev alırım. Ana, Polad Həşimov general adı alanda hansı hissləri keçirmişdiniz? General anası olmaq hər anıya qismət olmur. Hələ Polad Həşimov 2019-cu ildə ordunun quruculuğu günü general adı alıb. Heç yadımdan çıxmaz. Mənə gördüm, bu hələ alıbdı, o Bakıdadır. General İspaniyasına qol çəkib, Bakıdadır, ordu quruculuğu günü. Amma mənə zəhlər gəlir. Təbrik zəhlər gəlir, təbii. Amma özündən eşitməmişim axı mən buna. Bir sözü yenə də deyirəm, dəqiq yerinə yetməmiş, bilməmiş, hə demək olmaz. Yalancı çıxaram. Zəhlər gəlir, mən də deyirəm ki, çox sağ olun, Allah razı olsun, amma dəqiq mən bilmirəm, hələ heç nə bilmirəm mən. Mən də sözlərdən eşidirəm, mən heç nə bilmirəm. Hamısına belə cavab verirəm. Axtasır saat 3'ün yarısı olardı, 3 olardı, yalancı olarak. Gördüm qapımı söyledi, ödedi təkəm. Dedim təkəm evdə, heç kəs yoxdur, uşaqlar da işlədi. Dedim təkəm evdə, gördüm qapı döyüldü. Durub mən qapıya yaxınlaşanda, gördüm ki, qapının qlazoku tutulub. Sözümə belə fikirləşdim ki, kim olar ki, bu qapının qlazokunu tutar? Görməyəsiz orada içləri. Görməyəsiz oradakiləri. Bu nə olar ki, belə qapının qlazoku tutular. Açmadım qapını. Qapının dalında dayanmışım mən bu yüzden. Amma gördüm bir də döyüldü. Yavaş-yavaş qapı döyüldü. Dedim, mənim də, yəni yaxşı ki, uşaqlar evdə yoxdur, bir mənim öldürəcəklər, qoy məni öldürsünlər tək. Ürəyimdə belə fikirləşdim. Açdım qapını. Açanda gördüm ki, elə bu, heç demə bu paltarı, bu general paltarı yoxdur mu? Bu paltarı tutub qapının qabağında. Buna hədiyyə oradan Zvaniyəni verəndə şey veriblər, paltar veriblər. Bəli. Bunu tutub belə qapının qabağında, qapını tutan bu imiş. Qapını mən açan kimi gülə-gülə bir dənə böhkəm şaqqıldayıb gülməyi var idi. Hələ mələ gülməzdi, amma güləndə bir dəfə ürəkdən bir şaqqıldayıb gülürdü. Güldü, qorxdum mu dedi. Allah görsən üçün nə gətirmişəm elədi. Özü keçmədən əlini uzatdı evə, mən aldım bunun əlindən. Gördüm ki, paltardı da, kostyumlar qoyulmur meşokanın içində. Budur, bunun için. Amma eşitmişəm, qıraqdan mən zəng edib deyirlər ki, burada general zvaniyası verildi, təbrik edirik. Amma dəqiq öz dilindən çıxmasa yenə bunu demərəm buna, özündən gərək eşidim. Keçdik, gəldik içəri. Gətirdim, açdım burada. Ustam dedi, ana, general zvaniyası verdilər mənə. Qucaqladım bunu, alnından öpdüm, bir sığal əlim. Həmiş istəyərdi ki, onun başına əlimi çəkim, sığal əlimi çəkim. Özü sevirdi elə. Hə, onu sevirdi. Hə, alnından öpdüm, bir əlimi belə, alnından belə çəkdim başına. Baş həkim olsun, xeyir olsun, oğlum, gəldi. Açdı. Açdım, zamokunu çəkdim, çıxardım, dedi ona. Mənə verdilər general zvaniyası, bu da üstün bir dəstə paltar. Bəli, general paltarı. Bəli, general paltarını hədiyyə veriblər mənə. Həm sevinçli oldu, həm çəkdiyi zülümlərə görə biraz qəhərləndim. Amma sevindim, götürdüm kostyumu, gətirdim, öpdüm, koridorda özünü öpdüm.
Gətirdim, açdı burada stolun üstündə. Kostyumun hər düyməsindən öpdüm. Özüm də öpdüm. Bir-iki qurtum çay içdi. Dedi, uşaqlar aşağıda gözləyir. Dedim, gəlin evə. Xörəyimiz də var hazır. Gəlin çörək indi dana yox. Gedirik başqa yerə. Evə də çatmalıyıq. Şəmkirdə olurlardı onlar. Bildim, başa düşdüm ki, bunlar hardasa oturacaqlar bir yerdə yəqin ki, yemək istəyirlər. Daha mən üstünə gəlmədim. Götürdü paltarı. İstədim onun paltarını mən bir belə də ana kimi nəysə nə qədər elədim. Onun qoluna mən qolumun gücü çatmaz ki. Dedi, yox, olmaz ana. Götürdü paltarını da getdi. Samay ana, bugün bütün Azərbaycan sizə anaların anası deyir. Çünki vətənimizin xoş günündə də, dar günündə də analar sizin başınıza toplaşır. Çox qəribədir ki, bu bir tali yazısıdır, bu bir tanrı yazısıdır. Bir həqiqət var, Polad Həşimov şəhid olandan sonra bütün Azərbaycan oğulları torpaqlarımızın azadlığı üçün, yağı düşməndən təmizlənməsi üçün silah sarıldı, ayağa qalxdı. Hamı Ali Baş Komandandan əmr gözləyirdi. Vətən torpaqları xilas etmək üçün. Bax, o həmin günlər ürək ağrısını, övlad ağrısını, Polad Həşimov kimin, General Bilbir Balanın övladın ağrısını qürura çevirmək üçün neynədiniz? Necə bacardınız bunu? Siz ağrını qürura çevirdiniz. Samay ana, necə yaşadınız bunu? Kemal xanım, bunları tam izah eləmək mənim üçün çox çətindir. Həqiqi çətindir. Heç yadımdan çıxmır bu gündən. Mən düşdüm də xəstəliyə. Müharibə başladı. Müharibə gedə-gedə bizim gənclərimiz hər bir torpaq, hər bir kənd, hər bir şəhər alındıqca uşaqlar oradan top atdıqca çəkir göstərirlərdi. Alınan kəndin qapıların üstünə Poladın adını yazırlardı, atırlardı. Yəni, bu çox çətindir danışmaq və bütün kanallar bizi çağırırdı çəkilişə. Süddə mən deyim, yox, xəstə idim. Onda da mən istəyib götürdüm. Polad gələn gündən mən xəstə düşdüm da. Mən xalqımın yanında olmaq üçün, vətənimin birliyi üçün, torpağın birliyi üçün, ölkəmin, Ali Baş Komandanımızın yanında olmaq üçün sistemin altından qutarıb, qolumdan sistemi çağırdıb, əslində heç olmasa bir 10 dəqiqə çaxlı sistemdən sonra dincəlməlisən, eləmi? Amma mən sistemi qolumdan çıxardıb çəkilişə getmişəm Bakıya. İnanın söz buna kanallar hamısı bilirlər. Çünki sizi gözləyirdi. Bəli, bizi orada gözləyirlərdi. Mən xalqa müraciət eləməyə getmişəm. Mən ölkəmə, millətimə, cəmatıma kömək eləmək üçün getmişəm. Anılara müraciət eləmək üçün getmişəm ki, heç kəs oğlunu əsirgəməsin. Hamı analar oğlanlarımızı verməlidirlər. Torpaqlarımızı azad eləməliyik. 30 ildir bizim xalqımız, bunu özləri də deyirlər ki, bütün hara gedirdik gedək, biz utana bizə sual verəndə Qarabağ haqqında utanırdıq. Bunu çoxları danışıb mənə. Ki biz xaricdə ora-bura gedəndə utanırdıq. Bir gün alnı açıq gedirik. Kemal xanım, siz inanın mənə. Mən o boyda müalicədən çıxıb analara müraciət eləmişəm. Balaları əsirgəməsinlər. Torpağın belə bir vəziyyətində kömək eləmək lazımdır. Orada vuruşan uşaqlara kömək lazımdır. Dövlətimizə kömək lazımdır ki, torpaqlarımızı alaq. Biz məğlub olmayaq. Məğrur olaq. Qürurlu olaq. Buna görə mən xalqımın yanında oldum.
Xalq buna görə bizə o ana adım verdi. Bizim şəhid analarımıza nə deyərdiniz? Şəhid analarımıza onlar qəhrəmanların anasıdır. O şəhidlər xiyabanında yatan uşaqlar hamısı qəhrəmanlardır. Onlar Poladın qisasını alanlardır. Poladın qisasını almaya gedənlərdir. Mən onların hamısını öz balam kimi bilirəm. Oradakı şəhidlərin hamısı da öz balamdır. Şəhidlər onların yatdığı torpaqlarına qurban olum. Hər gün də deyirəm bu sözü ki, onların yatdığı torpaqlarına qurban olum. Kaş mən biləydim ki, onlar hamısı dirilib gələcək, mən özümü öldürərəm. Onlar Allah hər razı biri öz anasının yanında gedib oğul kimi duracaqlar. Mənim ölməyimlə. Mən canımı qurban verirəm ki, onlar hamısı qalsın ayağa. Gəlsinlər, anaların yanında dursunlar, xalqımızın yanında dursunlar. Həmişə torpaqlarımızın müdafiəsində dursunlar. Bu bir. İkincisi də ki, şəhid anaların başımı toplananda hərdən onları dəstəklə gələn görəndə biraz kövrəlirəm. Çox kövrəlirəm. Hərdən özümü toparlayıram ki, yox, bunların yanında mən qürurlu olmalıyam ki, nə qədər acı da olsa mənim üçün, bunlar qürurlu olsunlar, ağlamasınlar. Bunlar qoy bilsinlər ki, qəhrəman anasıdırlar. Şəhid analarına bunu özümü belə göstərirəm, onlar qoy belə bilsinlər. Mən bayaq dedim axı, siz artıq bilərəkdən və bilməyərəkdən ürəyinizdəki ağrını qürura çevirmişsiniz və bunu bacardınız. Və bunu o analara da öyrədirsiniz. Bu sizin elə analar anası olmağınızın canlı sübutudur. Amma mən onları heç nə də qırmaq istəmirəm. Şəhid anaların heç nə də qırmaq istəmirəm. İstəyirəm şəhid anaları qüruru dursun hamısı. Samaya anam, Tovuz döyüşlərinin il dönümünə az qalıbdı. Ayın 12-si eşitdim ki, Tovuzda atışma olub. İyul ayın 12-si. Elə bil, o dəqiqədə elə bil ki, ürəyimdən elə bil nəsə qırılır. Həmişə, neçə illər boyu atışma olub deyəndə cəbhə zonasında ürəyimdən elə bil bir tel qırılır gedirdi. Ay Allah, yenə atışma oldu, kiminsə balası, mənim balam da orada, belə fikirləşirdim. Ayırmırdım, hamının balası, hamı anadır. Amma özümünkini də fikirləşirdim. Amma Tovuz döyüşləri, ayın 12-si eşitdim ki, günorta saatlarında Tovuzda atışma olub. Polad onda Şəmkir korpusundaydı da, onlar baxırdı oralara. Dedim, Polad eşidir. Onu eşidəndə ki, bir əskərin bir başı ağrıyırsa, nəsə buna dözmürdü. Atışma olubsa mütləq burada bir hadisə baş verəcək. O da ona dözməyəcək. Neyse gəldim, eşitdim bunu, biraz kədərləndim. Çörək alıb gəlirdim. Gəldim podiyezin qabağında, biraz taxtanın üstündə oturdum, fikirləşdim. Durdum, çıxdım evə, televizor açdım, gördüm elə atışma olub, ölən, itən, heç nə demirlər. Bununla da belə, ondan da bax, ayın 11-i özü zəng eləmişdi bizə, danışmışdı onu, 11 hər gün danışırdı. Amma o haqda heç nə demirdi, heç danışmırdı. 13-ü dedilər ki, atışma olub, ölənlər var Tovuzda. Buna zəng eləyirəm, çatmır. Nə qədər zəng eləyirəm, çatmır. Dost tanışına zəng eləyirəm, heç kəs cavab vermir. Bir dostunun yoldaşının telefon nömrəsi var idi, məndə həyat yoldaşının. Ona zəng elədim, dedi, ay Samay xala, heç mən də yoldaşıma zəng eləyirəm, açmır telefonu. Açmadı, partlayıram, elə bir yemək yiyən yox, çay içən yox, evdə, elə bil, yəni mən heç acımıram, elə bil ki, qaçıram o balkona, qaçıram bu balkona, qaçıram telefonun yanına, uşağa deyirəm, zəng eləyin, deyir, cavab yoxdur. Bax, bilirlərsə də mənə demirlər, nəysə bir şey. Ayın 14-ü səhər-səhər gördüm, domun qabağına uşaqlar, nabələt adamlar yığılır, maşinlər yığılır. Ağlıma gəlmir ki, bu belə olar. Amma bu yad uşaqlar zadı göründə, maşinləri göründə deyirəm, ay Allah, domda görəsən nə var ki, bunlar yığılıblar bura, nə olubdu ki? Eşitmə mən, nə olubsa mən olubmuş.
Sonra dedilər Polad yaralanıb. Çox millət çox gəldi. Yeşik dolub, yer tutmur. Mənə heç nə demirlər. Ürəyim partlayır, ölürəm. Ölürəm, inan ölürəm. Mən deməli mən belə fikirləşirəm ki, bilmirəm. Məndə nə canı var imiş ki, o hadisəyə mən dözdüm, ölmədim. Hamı dolub, ev dolu, hər yer dolu. Baxıram ona, baxıram, elə bir donmuşam. Onda gördüm ki, həyatdan qışqırışırlar ki, şəhidlər ölməz, vətən bölünməz. Onda elim qırıldı, elə bir dedim, ay, nə olubsa olub. Durdum buradan, qaça-qaça çıxdım balkona, balkondan belə baxanda gördüm ki, bayraqlar tutublar bizim domun qabağı dolu, yer yoxdur. Ağaçların başı dolu camaat, krişa dolu camaat, podyezdlərin üstü dolu camaat, bağçanın həyəti, hər yer, hamı bayraq tutublar, qışqırışırlar uşaqlar. Mən düşdüm, qapını açdım, düşdüm qaça-qaça ayaq yalan podyezdən, həyətə, bu camaatın arasına. Düşdüm, skameykanın üstündə, podyezin qabağında, skameykanın üstündə oturdum. Yığışdılar mənim başıma, bilmirəm kim yığışdı, nətər yığışdı, neynədilər. Məni çıxartdılar, necə çıxartdılar bilmirəm, çıxartdılar evə. Ondan sonra evə gələndən sonra evdə dedilər ki, Polad yaralanıbdı şeydə, Tovuzda. Aparıblar Qəbələ hospitala. Ev ki, mən yatmışdım, ya nə idim. Polad yaralanıb Qəbələ hospitala aparıblar deyəndə mən özümdən asılı olmadı bir çığırıq məndən ki, bəyəm Qəbələdə hospital var, dedim. Orada hospital yoxdur. Qəbələdən xəstələnənləri Bakıya gətirirlər, yaralı, niyə Qəbələyə aparıblar? Heç demək Polad şəhid olub. Aparıblar Qəbələyə. Qəbələyə aparıblar, göy orada dəfn eləmək istəyiblər. Mən dedim, yox. Dedilər, gedək sən, gedək, aparay sənim. Dedim, heç ara getmərəm. Mənim uşağım evimə gəlməlidir. Ondan sonra mənə dedilər ki, bilmirəm kimlər danışıb, nətər deyirlər, prezident deyib ki, məndən olsa Fəxri Xiyabanda, Bakıda, ikinci Fəxri Xiyabanda dəfn olunsun, amma son qərar anasındır. Anası necə istəsə, bəlkə istəyir Qəbələdə dəfn olsun, dedim, yox, istəmirəm. Burada istəyirəm, gətirilir. Mən də bu ikinci Fəxri Xiyabanı heç görməmişdim, heç bilmirdim. İkinci Fəxri Xiyabanda ilk dəfn olunan Polad Həşimovdur. İlk dəfn olunan heç kəs orada yox idi. Polad Həşimovla İlqar Mirzəyev. İyulun 15-i dəfn olunublar. Sentyabrın 27-si müharibə başlayıb. Olan şəhidlər ondan sonra gəliblər. Ona kimi demək olar ki, 2 ay orada bir Polad Həşimov olub, bir də İlqar Mirzəyev. Elə suallar var, onları sizə verəndə əzab çəkirəm. Çox ağrılıdır mənə. Amma sizin hər sözünüz, hər cümləniz, nəfəsiniz belə bir tarixdir. Ona görə də sizə bəzi sualları verəndə onun ağırlığı məni incitsə də, bilirəm sizin üçün daha ağırdır. Amma mən o sualları vermək istəyirəm. Çünki insanlar sizə dinləmək istəyir. İnsanlar Polad haqqında çox şey öyrənmək istəyir, çox şey bilmək istəyir. Poladla evdə vidalaşanda ona bir sözünüz oldu mu? Sonra ona dedim, nə əziyyətim var, halal edirəm sənə. Mən səni belə deyib ötməmişdim, qəhrəman ötmüşdüm səni. Mən belə. Düzdür, Polad bugün xalqın qəhrəmanıdır, millətin qəhrəmanıdır. Amma mənim üçün çox ağırdır. Məzarlığa tez-tez gedirsiniz, sizi məzarlıqda tez-tez görürəm. Orada bütün şəhidlərimizi dəfələrlə görmüşəm, ziyarət edirsiniz. Bir-bir ziyarət edə-edə gedib
çıxırsınız Poladın yanına. Nə deyirsiniz? Nə söhbət edirsiniz onlarla? Oradakı şəhidlərin bilmirəm siz gedib diqqətlə fikir vermisiniz. Elə bir ki, hər bir şəhidin üzünə baxırsan, sənə nəsə demək istəyir. Ya səndən cavab gözləyir. Onların gözündə, diqqətlə baxsınız, onların gözündə bir neskil var. Adamın ürəyi parça-parça olur. Bir gecə mən getdim ora. Gecə saat hələ 1-in yarısı idi, oradaydım. Uşaqlar da var idi. Tədbirdən gəlirdik Bakıdan. Dedim, burada gedək. Məzarlığa gəldik. Oturduk. Mənə demişdilər onu. Amma o dərəcədə bilmirdim. Gəldim, oturdum məzarın yanında. Siz inanın mənə, inanın mənə. Gecə saat 1-in yarısı idi. Oturdum oradan. Biz orada çatan kimi o uşaqlar gecə olsun, nə vaxt orada uşaqlar var da, hərbiçilər var. Məzarlığa bax. Stol yatırdılar. Oturdum orada. Elə bir şey, oradan bir qəşəng qoxu gəlir gecə. İnanın mənə, bax bu çay bir qəşəng, bunu mənə demişdilər. Ancaq o dərəcədə bilmirdim. Dəqiq diqqətlə oturdum. Gördüm, həqiqətən bir cənnət qoxusu gəlir buradan. Nə təri, nə iyi gəlir. Mən baxdım, çox baxdım o tərəf, bu tərəfə durdum. O bir məzarlarının da yanına getdim. Gördüm, elə bu iyi gəlir. Buradan bu iyi gəlir. Gəldim uşaqlara dedim ki, bir 5-6 nəfər uşaqlar var idi. Dedim ola, bax mənə belə bir iyi gəlir. O sizə də gəlirmi? Dedilər, ana, hə gəlir. İndi gəlirsə də, gəlmirsə də, bunlar dedilər, hə gəlir. Bir söz mən sizə anladım, o nə idi? O, elə bir şey müşkəmbər bilirsən də, bax, elə bil onun iyisi gəlirdi. Bilirsən, mən oradan necə gəldim evə? Saat 1-ə kimi oturduk orada. Birdən sonra durdum, onlarla salamat başlayayım, bulutla salamat başlayayım. Şu şəhidlərin hamısını salamat başlayayım, çıxdım, gəldim evə. O gecə elə bil indi mənim yadımdadır və mən oradan çıxanda elə narın yağış başladı ki, yağmaya. Biz məzarın yanından ayrılıb gəlində. Narın yağış başladı. Biz gəlib çıxıb maşına oturanda yağış kəsdi. Siz inanırsınız buna. Bu Allah'ın bir möcüzəsi idi. Bu şeylə 3 dəfə rastlaşmışam. Polad Həşimov şəhid olandan sonra. Poladın 7-si günü məzara gedəndə gündüz idi. İri damcılar düşdü. Hava günü idi. İri damcılar tökdü, kəsdi. 3 günü məzara getdim, iri damcılar tökdü, kəsdi. 40 günü getdim, yağış yağdı. İnanın siz mənə ki, 40 günü məzarın üstündə elə bir yağış yağdı ki, elə bir qurban olduğum Allah'tan onun için göz yaşı dökürdüm. Ağlayırdım, mən belə düşündüm. Mən belə düşündüm, qurban olum Allah. Allah'ın işidir. Ne diyelim? Bak bu Allah'ın bir möcüzəsi olan sonra ben ne diyelim Polada? Siz bilərsiniz, ana kimi ürəyimdə ne diyelim? Bunlar Allah'ın bir möcüzəsidir. Biz Allah'ın möcüzələrine inanmalıyıq. Samay ana, torpaqlarımız da şəhid olmuşdu. Onları, o müqəddəs torpaqları müqəddəsləşdirən, bax Polad kimi oğulların qanı oldu. Onlar qanları ilə o torpaqları müqəddəsləşdirdilər, təmizlədilər düşmənlərdən. Bəlkə elə o yağan yağış da onların ruhudur, onların o paçlığıdır, onların o müqəddəsliyidir, torpağa müqəddəsliyi yenidən bəxş etdilər. Bəli, elədir, mən ona inanıram. Allah'a qurban olum, Allah'ın varlığına inanıram. Allah'ın gücünə də inanıram. Varlığına da inanıram. Və onun qüdrətinə inanıram ki, biz gündə neçə dəfə
Allah'a şükür eləyirik. Allah'a üst tuturuq, salavat çeviririk. Deməli, bunlar heç biri əbəs yerə deyil. Bunlar heç biri əbəs yerə deyil. Mən inanıram, bilirəm ki, Polad bu dünyada nə qazanıbsa, o dünyada da onu qazanıb. Bilirəm, 100% bilirəm ki, qazanıb. Çünki mən onun yoxsun görmüşüm. Hələ Polad şəhid olmamışdan qabaq görmüşdüm onun yoxsun. Nə danışırsınız? Şəhid olduğunu görməmişdim mən. Mən görmüşdüm ki, mən sizə dedim, bizim evimizin qabağında bir ocaq var. Rayonda. Bəli, rayonda. O Poladgilin babalarının ocaqlarıdır. Ocaqları. Mən 100 dəfə demişim, o baba ocağından getmiş uşaqdır. Mən gördüm ki, gecə yuxuda ağacın, şabalda ağacı bilirsən də, hündür boylu olur. Şabalda ağacının bir qənədi, hansı ki ocağın üstündəki ağacın qənədin Gül Poladın əmsi kəsib. Kəsibdir. Mən buna deyirəm ki, sən niyə pirin ağacına balta vurmazlar? Sən niyə onu kəsmirsən? Onda gördüm ki, yuxuda görürüm, hava gün çıxıb. Bu bir yaşıllıq yerlər var. Gün heç nə yoxdur burada. Gün çıxıb düşüb bura. Buradan da hamısı eyni formada belə. Hamısı eyni hündürlükdə otlardır. Hamısı otların başında 3 yarpaq sarı çiçəklərdir. Hamısı belə durublar. Elə belə baxırsan, gözəl. Polad mənə deyir ki, mama ora bax, gör nə gözəldir, ora gün düşüb. Nə gözəldir oralar. Bir də mən belə başımı dikəldi, baxanda gördüm ki, bu çiçəklərdən hamısı bunlar çiçəkdir. Bu çiçəklərdən biri başını əyib. Bu otların birinin elə bir başını əyib, 3 yarpaq çiçəklər əyilib belə aşağı. İndi mən öz-özümə həmişə fikirləşirəm. Bu yuxu mən Polad üçün mü görmüşdüm? Və Polad onda mənə dedi, ana ora bax, cənnət deyir, ora çiçəklərə bax. Cənnət. Bəli, bəli. Xuda dedi, ana ora bax dedi, cənnət deyir, ora cənnətdir. Və mən Polad şəhid olandan sonra bir gecə yuxuda gördüm ki, mənə deyir ki, ana yerim elə rahatdır, cənnətdəyim. Bu sözü dedi mənə yuxuda, şəhid olandan sonra. Amma şəhidliyindən qabaq görmüşdüm axı oranı. Şəhid olandan sonra da bu söz dedi mənə. Deməli, yuxu sizə sanki bir işarət imiş. İşarət imiş yuxu mənə. Yəni, yuxu nə işarətidir? Həqiqətən də biz gözümüzü açından eşitmişdik ki, pir ağacına balta vurmazlar və pir ağacını aparıb evdə yandırmazlar. O bir işarə idi, onu mən yuxuda gördüm. İndi mən dedim... Bu bir deməli talih yazısı. Bəli, bu bir talih yazısıdır və ona görə deyirəm ki, Allaha inanmaq lazımdır. Allahın möcüzələri var. Ana, sonuncu sualımı vermək istəyirəm. 26 iyun müzəffər, qəhrəman Azərbaycan ordusunun, Azərbaycan Silahlı Qüvvələrinin bayramıdır. Siz həmişə o bayramları, mən bilirəm ki, necə şadyanlıqla keçirmişsiniz. Çünki Polad Həşimov həmin ordunun qəhrəman generallarından biri idi. Bu müqəddəs gündə Azərbaycan Silahlı Qüvvələrinin bayramında ordumuzun qəhrəmanlarına, cəngavərlərinə, həm də xalqımıza nə sözünüz var? Mən birinci növbədə xalqıma, dövlətimə, millətimə, orduma can sağlığı arzu edirəm. Arzu edirəm ki, Azərbaycan xalqı həmişə qəhrəman xalq olsun. Arzu edirəm bizim ordumuz, qəhrəman ordumuz, Azərbaycan generallar yetişdirən ölkədir. Qəhrəman xalqımız. Belə generallar çox yetişdirsinlər, Polad kimi generallar. Ordumuza Allah qüvvət versin, can versin, can sağlığı versin. Yaşasın bizim ordumuz. Yaşasın bizim xalqımız. Polad Həşimov şəhid olandan sonra bizim Ali Baş Komandanımız Qəbələ rayonuna gedəndə Polad Həşimovun şəklinin qarşısında
durub elədiyi çıxış o məni qürurlandırdı. Mən düşündüm ki, Polad Həşimov bir qəhrəmandır. Bizim Ali Baş Komandanımız da onun qiymətini verir. Qəhrəman kimi. Mən ondan qürurlanıram ki, yəni mənim oğlum həqiqətən qəhrəmandır. Polad kimi oğul böyütmək çox çətin ana. Həddindən artıq çətindir. Ana nədir səbəb? Səbəb bilmirəm, özüm də bilmirəm. Necə oldu ki, bu oğul belə yetişdi? Necə oldu? Neynədik? Necə öyrədik? Ona necə qəlbinizin dərinliklərindən gələn məhəbbət aşılamısınız ki, Polad olun? Bəli. Adı da Polad. Bəli, adın babası Polad qoydu. O vaxt babası müharibə veteranı idi. Ata babası. Adım Polad qoydu o. Belə deyək ki, Elə Polad kimi də sınmaz oldu. Polad kimi də böyüdü, Polad kimi sınmaz oldu. Polad kimi heç kəsə əyilmədi da.